Allaha necə dəyər verək? Necə Allahın hörmətini saxlayaq? Elə deyə qurban olum Allaha. Bəsdir. Allahı çox istəyirik. Bəsdir. Birinci ilk növbədə Allaha dəyər verməyimiz Allahın adına olmalıdır. Allahın adı gəldi, söz bitdi. Allaha dəyər vermək Allahın adından başlayır. Allahın adı gəldi ortaya həm zahiri mənada, həm batini mənada. Zahiri mənada budur. Bir yerdə gördün Allahın adı yazılıb, ona hörmət qoymalısan. Gördün Allahın adı yazılan kağız düşüb yerə, onu yerdən götürməlisən. Allah eləməsin, nəcis olub, murdar olub, batıb, tez onu təmizləməlisən. Batini mənada Allahın adı gəldi. Allah dedi, haramdır. Baş üstə. Allah dedi, olmaz, baş üstə. Allah Taala'nın adına bilirsiniz, eşitmisiniz. Dəstəmazsız əl vurmaq olmaz. O qədər Allahın adı da müqəddəsdir ki, Allahın adına dəstəmazsız belə əl vurmaq olmaz. Allahın kəlamı olan Qur'an-ı-Kərimə dəstəmazsız toxunmaq olmaz. Səbbihismə rabbikəl a'la. Allahın adını belə uca tut. O da alimlər buyururlar ki, Allahın adı gələndə Cəllə Cəlaluh deyin, Təbarək və Təala deyin. Günah eləməmisən ha. Çalışın Allahdan danışanda deyin, bizi yaradan Allah, bizə ruzi verən Allah. Allahın adını da çəkəndə hörmətlə çəkin, ehtiramla yad edin. Elə öz aranızda kimi Allah belə dedi, Allah belə dedi, nauzubillah. Deyin Allah Təbarək və Təala belə dedi. Allah Taala belə dedi. Subhan olan Allah belə dedi. Cəllə Cəlaluh Allah belə dedi. Adını belə çəkəndə, ondan bir söz deyəndə hörmətlə Allahı yad edin.